Abdullah ibn Mübarek rahimehullah bir il hac, bir il cihad. Bir il cihad, bir il hac eləyərdi. O ilki o cihad eləyərdi, hac etməzdi. O ilki hac eləyərdi, cihad etməzdi. Subhanallah. Yani hayatı hamısı taat ve ibadet. Allahu Ekber. Evet, cihadı da gedəndə heç kim bilməzdi. Belki misal kimi. Həcce gedəndə tək getməyi sevməzdi. Özünlə aparardı öz hesabına. Alimləri və yoxsul zahidləri. Varlı qardaşlar məni yəqin ki, eşidəcək də. Neçə nəfər həccə göndərmirsən? Salam verəndə barmağın ucuyla salam verirsən belə. Allah sözü sabit eləsin. İki elə bir dəhşət iş görüb. İslam'a neynəmirsən bu günləri? Restoranda 9 azenlik şot verməklə deyil də bir oturma. 4 nəfərə. İslam üçün neynəmirsən? Kimi qaldırmırsan? Bax, bu sizin üçün qudva əl-həsənə. Sizin üçün nümunədir. Abdurrahman ibn Avf əvvəlcə zəngin qardaşlar. Sonra Osman ibn Affan həmçinin onunla qabaq. Həmçinin Abdullah ibn Mübarek və belə şəxsiyyətlər bizdə sələflərlə nə çoxdur. Elhamdülillah Rabbil alemin. Baxın gör neynərdi. Deməli, həcci tək eləməyi sevməzdi. Gələrdi, görərdi ki, orada zahidlər var. Burada da bir tarixi faktör diyeceğim. Sufiliğin yaranması. Bu zahidler onların ləqəbi Sufi idi. Bunlar indiki Sufiler değiller. İndiki Sufiler tarikat ve bidat ehlidir. Zəlalət ehlidir. Quburlar, quburiler, yani qəbirlərə tapınır, təbarruk eləyir, tavaf eləyir. Düzdür mü? Medet senden Geylani, Ceylani ve Abdülkadir ve Bedevi, yani şirk ve hurafat ve muzagbalat ve tevhid ehlinin düşmanlarıdır. Sünne ehlinin düşmanlarıdır. Sünne ve tevhid ehli onların bir nömrə düşmanıdır. Onlara da bir qazan gendiriblər. Vahhabi, el-mücesseme ve seyril-ahir. Bu indiki dövrün sufilərdir. Onların yaranma tarixi Abdullah ibn Mübarek'in zamanına təsadüf edir. Bilincilər bunların tayid edilər. Bunlar, birinci sufiler, yun giyinərdiler. Başka paltarlar yok idi. Zaten sufi sözün mənası yun paltar giyinərlər. Yun bunların yegene paltarı. Çünkü bunlar çok kasıb insanlar idiler. Yun bunların yegene paltarıydı. Sufiliğin yaranma tarihi bir faktör, faydadır inşallah. İndikilerine fərqli olarak bunlar tarikat değiller. Bu birinci ziddiyat. İndikilerden fərqli olarak bunlar cemaat ve mürid ve şeyh değildiler. Əksinə, zamanın imamlarının derslerinde oturardılar. Abdullah ibn Mübarek bunların şeyhi sayılırdı. Ders gələndə bunlar da derste oturardılar. Fərqi gördünüz? Ama indiki nədir? Şeyh, tarikat, yalnız şeyh ve tarikat. Cennete yalnız onun tarikat ve onun şeyhi apara bilər. Başka şeyh, başka tarikat bizlik değil. Selamun aleyküm. Aleyküm abi. Hangisi tarikattan sen? Yok, şuna kusura bakma, Allah ısmarladık. Yani tarikat uygun gelmedi. Artık bulan ki bunu öz şeyhi cennete aparır. Yalnız o aparabilir. Ondan başka hiç kim aparabilmez. Bu tarikatın da öz şeyhi cennete aparır. Ondan başkası hiç kim aparabilmez. Ve böyle tarikatların sayı minlerledir. İster Afrika'da, ister güneyde, ister güzeyde, İster şimalda, ister cənubda. Ne çoxdur tarikatlar. Ve her tarikatında furu qolları var. Baş tarikat var, raisi ve onun qolları var. Qolları da mindən çoxdur. Elə değildi. Birinci sufilər nə idi? Onlar übbad idilər. Kimsə gecəni 300 rəkat qılardı. Kimsə bir gecədə xatm eləyərdi. Yəni bunlara ibadət sevdirilmişdi. Bunlar yoxsuz kasıb insanlar idilər. Yoksul kasıb insanlar idiler ve bunlara ibadet sevdirilmişti. Ve indiki insanlardan farklı olarak onlarda ihtişam var idi. İhtişam yani göz toxluğu. İnsanların eline bakmazlar. Ve onlardan hiç neyi kabul etmezler. Gözleri toxuydu. Abdullah ibn Mübarek gibi insandan kabul eləmirdilər, təsəvvürlə. Abdullah ibn Mübarek yol axtarırdı ki, nətər mən bunların könlünü xoş edeyim. Xətirlərində gəlməsin. Biraz da bunlar ruzuya çatsınlar. Onun yolunu axtarır. Təsəvvür edin. Gör nə qədər fərq var indikilərlə. Onlar həqiqi zuhad idilər. Və onlar ibadət əhli idilər. Onlara ibadət sevdirilmişdi. Və onlar tarikat əhli deyildilər. Və üstəlik onlar sünnə əhli idilər. Birincilər. Və üstəlik tövhid əhli idilər.
ve üstelik elm halakalarından yararlanar ve zamanı imamlarını özlerine hoca bilərdiler. Öz şəxsi hocalar yox idi. Fikir verdiniz fərqlərə. İlla ad hardan qalmışdı? As-Sufi yun paltarı giyinərdilər. Niyə görə? Həddindən artıq yoxsul olmaq bir səbəb. İkinci də ki, yun yeganə paltar idi ki, qışda da isti saxlayır. Yayda da sərin saxlayır. Deyir ki, yayda necə sərin saxlaya bilər? Deməli, qalın yun paltardır. Tərdən qatır basırdı və günəş şüalarını içəri keçirmirdi. Bir növ olurdu, sən bilərsən, Borçalı dağlarında bir də yapıncı var, o qurt da onun içine girə bilmir. O qədər möhkəm olur, inək dərisindən və yundan olur və tər içində qalmaqdan. Yayda onun içine girəndə içəri sərin olur, kondisioner kimi. Düzdür mü? Var mı o söhbət? Düzdür mü? Hə, bax həmin söhbət. Onların yeganə paltarıydı. O paltar, subhanallah, yayda günəş şüalarının içine sala bilmirdi. O qədər qalındı ki, günəş şüalarını bədəni buraxmır. Və içəridə bədən çılpaqdır. Heç nə yoxdur. Yalnız o paltardır, bir dənə fito yabadır. İçeride de bir növ tilkurasiya baş verərdi. Yəni havalanma və sərin olardı onlara yayda. Təsəvvür, qışda da qalın olduğuna görə onları soyuqdan qoruyardı. Bu nədir? Tarixdə ilk sufiliyin yaranma tarixi. Fərqlərdən biri bunlar sünnə üzərindəydiler, tövhid üzərindəydiler. İbadət onları sevdirilmişdi. Onlar abidlər idi. İndi Abdullah ibn Mübarək bunları yığıb ümrə yaparır. Daha doğrusu həcc yaparır, üzr istəyirəm. Baxın, görün nədir onlara. Deyir, sizlə bərabər həccə getmək istəyirlər. Dediler ki, ya imam, biz o kadar kasıbıq ki, bizim pulumuz bizi həccə çatdıra bilməz. Dedik, gəlin belə eləyək. Siz bilirsiniz ki, mən tacirəm. Bilirik. Əlinizdə olan pulu mənim ticarətimə qatın. Qazancında da sizə həcc elətirəm. Razısınız? Dedilər, ya imam, məndə 6 dirham nəyə yarır? 6 kopek, köpük, yəni quruş, yəni qızıl da deyil, dirhəmdir. Bir var dinar, qızıl sikkə, bir var dirhəm, gümüş, balaca. Deyir, məqbuldur. Səndən 6. Səndə nə qədər? Deyir, məndə biraz çoxdur 10. Ay maşallah, sən varlısan, gəl bura. Səndə nə qədər? Ya imam, məndə lap çoxdur 16 dirhəm. Bunun olan vardatı 16 dirhəmdir. Halbuki 16 dirhəm o günün bir günlük yeməyidir. Bunun bütün vardatı budur. Çox kasıblar. İmam deyərdi ki, yaxşı. Tamam, sizi öz ticarətimə qatıram və əvəzinə qazancından sizə həcc elətirəm. Baxın, Allahu Akbar. Bir kisələr hazırlayardı. Gəl. Və kisənin içine adını yazardı. Hə? Zeydin kisəsi. 6 dirhəm bağlayardı, dünyərdi. O burası, hə? Amrın kisəsi 16 dirhəm. O burası 4 dirhəm, laf və əl aşağıdır. O burası 10 dirhəm. Belə onların kisələrini yığardı və onlardan xəbərsiz öz evində gizlədərdi. Onlar da elə bilir ki, onu ticarətə qatıb. Heç ticarətə qatıb eləməyib. O pullar heç nə yaramır. Heç nə yaramır. Həddindən artıq aşağı məbləğdir. Və deyir ki, Bismillah, dəvələriniz hazırdır. Oh, dəvə hardan çıxdı? Dəvə hardan çıxdı? Maşallah, dəvə. Business class. Deyir, narahat olmayın. Narahat ol. Onların könlünü alırdı. Onların xətrinə dəyməsin. Çünki ehtişam sahibləri idilər. İndikilərdən fərqli olaraq gözü toxuydular. Yəni insanların əlində deyil gözləri. Deyir, narahat olmayın. Sizin pulunuz ticarətdədir. O bar verir. Aldadırdı imam? Yox, hilə işlədirdi. Hansı ticarətdədir? Allahla özü arasındakı olan ticarətdədir, bar verir. Bunu alimlər bu hilələr bilir. Hər uşaq bilmir axı. Bu da inanırlar ki, bizim pulumuz aşağıda, abortdadır. Artıq dəvələr gəldi. Hərisin bir dənə dəvəsi var. Məsafə də uzaq məsafədir. Mərvadan təsəvvürlə gedəcəklər bunlar Məkkəyə. Mərva Xorasan diyarı, indiki İran ərazisi. Orada Məkkəyə dəvəsiz mümkün deyil. Uzun qulaq səni çatdırmaz. At da səhralıq deyil. At səhra üçün deyil. At yalnız döyüş üçündür. Döyüşün içində istifadə edildin, xoş getdin. Yalnız dəvə. Təsəvvürlə bulan dəvələr var. İndi Abdullah ibn Mübarək bunlarla hara çıxır? Həccə çıxır. Həcc bu onları yedizdirir, özünü necə yedizdirir. İçizdirir, necə içizdirir. Və hər dəfə bir bəldə çatanda oradakı bazara indirir və deyir ki, indi öz yaxın əqrabanıza, bütün əzizlərinizə hədiyyə alın. Deyirlər, ey imam, hansı pula? Deyir, sizin pulunuz ticarətdədir. O bar verir. Narahat olmayın. Limit yoxdur. Nə qədər siz hədiyyə götürə bilərsiniz. Hə, vardı qardaş, dəyişdirirsə mən də. Sizdə də elədir vəziyyətin inşallah. Tamam inşallah. Yox, kamera edirəm, sizə demirəm. Və nə inirdi? Girirdilər Mədinəyə çatırlar. Məsəl üçün Mədinənin bazarında deyir, limit yoxdur da, yəni nə qədərsən al. Onlar da inanırdılar ki, bunların ticarəti vurub çatladı da, fışqırdı da, bu neft fontanı falan. Təsəvvürlə, anasına, bacısına hədiyələr, paltarlar, əbalar, nə bilim, cübbələr, nə bilim, hicablar, nə bilim, daha nələr. 7 nəslin 7 dönəminə bunlar hədiyyədir. Və imam deyir, götür, çox olma, götür, yığırdılar. Bunlar dəvə doluya hədiyyə ilə. Belə yol boyu bunlar, imam hər dəfə onlara hədiyyələr alardı.
Təsəvvürlə və yol boyu onlara necə süfrələr açardı. Bunlar getdilər, həcc elədilər. Başını həlaq elədilər. Başları maşallah, hərəsi bir ay parçası nur parıldır gecənin vaxtında. Yüzləri də parıldı, xoşbaxtlar və gəldilər vətənə, Mərvaya. Mərvaya gəldilər, imam deyir ki, Elhamdülillahi Rabbil Alemin, sonra gətirir, olan kisələrini qaytarır. Amr bu sənindir, Zeyd bu sənindir, Abdullah bu sənindir, Abdurrahman bu sənindir. Ya imam, bu niyə qaytarsan? Bu mayadır. Artıq ticarət burada bitdi. Mayanı sizə qaytarıram. Elhamdülillah, karını da gördünüz nə qədərdir, dedi. Allahu Akbar, biz belə ticarət görməmişdik. Yəni, subhanallah, hətta onun zamandakı tacirlər yarışırdılar ki, ona ticarətə girsinlər. Zamanında kişilər kişiydi. Ne inirdin? Bir kisə verirdin, içində 1000 dinardır. Açı duşu da ehtiyac yoktur. Kameraya da ehtiyac yoktur. İndiki kimi yani. Aynen ha. El-Murakib Allah subhanahu teala. Kişilerin qəlbində iman var idi. Kişilər idi. Həmin kisəni verirdin ona. Kisənin bir hissəsi kervanla getdi Yemen'e. Biri getdi Küfəyə, biri getdi Basra'ya, biri getdi Şam'a getdi. Biri getdi Səmərqət diyarına, biri getdi Endülüs'a. Kervanlar gedir. Hamı onun şeyhlə şərikdilər. Hərəsi bir kisə boyda, hərəsində düzdür mü? O kisələr gedir. Bir qaydanda 10 kisə, 20 kisə qaydırdı. Yarısı tacirin, yarısı imamın. Və belə dünya onun yanına gəlirdi. Deyirdilər ki, alimlər zamanın ən varlı insanı idi bəlkəm də. Bərəkət əcaib yəni. O xəlqə xərclədikcə Xaliq də ona xərcləyirdi. O xəlqə payladıkça Xaliq də onun başından tökürdü. Və tacirlər bilirdilər zaten bu insan abid, imam, alim. İndi o elmine de gelecek. Bilirler ki bu insanla ticaret mübarekti. Ham yarışırdı ki onun ticaretine şerik olsun. Bir defa subhanallah bir beldede olur. Bir tacir ona şerik katılır. Ona öz malına verir. Ki şeyhin ticaretine katılsın. Onların da zamanda gəlemlər bir çubuğuydu. Bambuk çubuğuna oxşar bir çubuğuydu. Kesilmiş, onu batırardılar, onu yazardılar. Şeyh yazandan sonra onu koyur emmamesinin içerisine və sonra hesabatı eləyir və sonra dəvəsinə minir və qələm yaddan çıxardır. Əmmaməsinin içində belə. Gəlir vətənə çatanda əmmaməsini birinci açırlardı. Əmmaməsini açanda görür ki, qələm yerə düşdü. Deyir, Allahu Akbar. Mədə seyəzunnu hədət təcir bi'alimil mərv. Bu tacir, Mərva alimi haqqında nə düşünəcək görəsən? Qələmi mən attı. Təzdən neyinir? Əbasını soyunmamış, təzdən dəvəsinə minir, həmin bəldəyə təzdən qayıdır və deyir ki, qaləmuk. Ya imam, getdin mi bu uydu yol təzdən qayıtdın qələmə görə? Dedi, xiftu ən yulqi şeytanı alə qalbikə fə innə Abdullah ibn Mübarək əxədə qələmək. Qorxdum ki, şeytan sənin qəlbinə sallar ki, Abdullah ibn Mübarək sənin qələmi sənə attı. Mənsə hədis ravisiyəm. Hədis ravisinə yalan gəlməkdəsə ölməsi daha yaxşıdır. Yani zamanın İmam Buxarisidir. İmam Buxarıdan da qabaq, tamam mı? Fikir verin. Eyni İmam Buxarinin həyatına bənzər. Yalnızca gəlir qızıl küçəsini dənizə atır. O hadisə gələcək inşallah sirada. Bax həmin sələfdir, bax həmin yoldur. Allahu Akbar. Bir dəfə gəlir zamanın ən böyük ravi alimlərindən qocaman bir alim, alləməl mühaddis Həmməd ibn Zeydin yanına. Abdullah ibn Mübarək də həmin vaxtda Ərəfədə cavan olan olur, cavan alim olur. Həmməd ibn Zeydin yanına gələndə, Həmməd Zeyddəki qocaman alim, hədis ravisi, İmam Buxarinin rivayətlərinin içində o isnadında o alimi görərsiniz. Thiqatun, səbtun ravi, hədis ravisidir. Həmməd ibn Zeyd də subhanallah, Abdullah ibn Mübarəkin kisəsində onun maaşıyla dolanan insandır. Soruşdu, cavan sen hardansan? Dedi, Mərvədən. Deyir, Allahu Akbar. Mərvanın alimini duydun mu Abdullah ibn Mübarək? Onu görsək qucaqlayıb məndən salam verərsən. Qalə ənə Abdullah ibn Mübarək. Deyir, Abdullah ibn Mübarək mənə. Əhməd ibn Zeyd, subhanallah, həyatında müjdəf görür. Və neçə illərdə onun maaşı ilə yaşayır və dolanır. Əhməd ibn Zeyd qalxır, qoca yaşlı alim, öpür onu, qucaqlayır, barına baxsır və öz taxtından düşür, elm taxtından onu orada əyləşdirir. Şagirdlər hamısı biləndə xəbəri gəlir. Və deyirlər ki, şeyx, ya imam həddislə bizə Rasulullah sallallahu aleyhi ve sellemin hədisini təsrid elə, yəni bir danış. Deyir, amma bi huduri şeyx fələ. İmamın yanında, Həmməd ibn Zeydin yanında yox, elə bilmərəm. Həya edirəm. Çünki ondan böyüdür. Həm yaşda, həm elmdə, həm də şeyxlərin şeyxidir. Ravi.
Həmməd ibn Zeyd, ya imam, şagirdlərim də mən də hamımız sən bizə bir nərə hədis danışmasını tərcih edirik. Danış. Madəm ki, şeyx də icazə verir. Baxın, görün necə təvazükarlıq edir. İndi Şeyx Həmməd ibn Zeyd oturub, indi bu buradadır. Qalə həddətənə Həmməd ibn Zeyd ən Urva ən Əbi Hüreyrə birinci hədis. Həddətənə Həmməd ibn Zeyd ən Yezid ən filan kəs ikinci hədis. Həddətənə Həmməd ibn Zeyd. Bütün hədisləri Həmməd ibn Zeydin rivayətinə gətirir. İhtiramən, ona olan hörmətdən. Hətta şeyxin məqamı yeni məqamda qalsın. Və o gün danışdığı hədislər hamısı Həmməd ibn Zeydin rivayəti idi. Allahu Akbar. Hədə huvə ilm. Və həqiqi elm budur. Bunun içində həm elm, həm tərbiyə, həm məktəb, həm mədrəsə, həm əxlaq, həm elmin itqanı. Yəni o beynindəki olan Həmmədin rivayətlərini toplamalı idi məhz. Qəfil oldu, dedilər bizə hədis danış. Həmmədin rivayətləri topladı. Başqa rivayətlər gətirmədi. Allahu Akbar. Allahu Akbar. Rahiməhullah, onun həyatı böyük bir məktəbdir. Böyük bir mədrəsədir. Qismət olarsa Allahın izni ilə bütöv bir dərs olacaq onun haqqında. Allahın izni ilə mənimlə sizin aranızda bu dərsi dinləməyə mane olan elhamdülillah Rabbimin ilahi təqdiri yağmur və yağışlar oldu 3-cü gün. Motorlu qayıq tapa bilmədim, qısura baxmayın. Əl qayıq da yaranmır Pətandartdan ora gəlmək üçün. Taksilər də suyun dibində ta göbəyinə kimi. Səhər elan edik ki, axşam dərsdir. Axşam elan edik ki, dərs alınmır. Qismət olsa bu böyük imamın həyatını bu 3-cü gün götürəcək. Allah subhanahu eşitdiyi faydalar dilsin. Hədə və sallallahu və səllim alə nəbinə Muhammed və alə alihi və sahbi ecmain.